Zülfüqarın böyük yalanı. Danışarkən qarşısındakı avam kütlənin savadsızlığından istifadə edən Zülfüqar dəfələrlə Quran ayələrini və hədisləri səhv tərcümə edərək yalan şərhlər verməklə xalqımızı aldatmağa çalışmışdı. İllər ötdükcə bu yalanların artdığını gördüyümüz üçün belə bir video hazırlamaq qərarına gəldik. İndi isə gəlin Zülfüqarın həmin yalanlarından birinə nəzər salaq. Mərvan Həkəm Əməvi xəlifələrindən biridir. Mərvan Həkəm dövründə qadağan olunmuşdu peyğəmbərlərin, xüsusilə bizim peyğəmbərin qəbrini ziyarət etmək. Ümumiyyətlə ziyarətgahlar qadağan eləmişdilər. Bir gün gəldi, gördü peyğəmbərin qəbri üzərində biri uzanıb, ağlayır. Gəldi, yaxasından tutdu, çəkdi, gördü Əbu Əyyub Ənsari peyğəmbərin böyük sahabəsidir. Buraxdı, çünki bu böyük bir şəxsiyyət peyğəmbərin yanında olub, hər şeyi yaxşı bilir, hər şeyi yaxından görüb. Dedim, mən bura gəlməmişəm, bu torpağa yalvarım, bu torpaqdan kömək istəmirəm, bu qəbirdən kömək istəmirəm, mən bu qəbirdə yatandan kömək istəyirəm. Və ona görə ağlayıram ki, Peyğəmbər buyurub, əgər görsəniz sizin dininizə, din əhli yox, qeyriləri hakim kəsiliblərsə, hakim olublarsa, ağlayarsınız, mən ona görə ağlayıram. Bu hədis hakim Neşaburda gətirib. Zülfüqarın tərcümə etdiyi rəvayəti sizlərə olduğu kimi təqdim edirik. Davud ibn Əbu Salih belə rəvayət edir. Bir gün Mərvan bir kişinin üzünü qəbrin üstünə qoyduğunu görərək boynundan tutub ona dedi. Bilirsən nə edirsən? O da bəli dedi. Üzünə baxarkən onun Əbu Əyyub Əl-Ənsari, Allah ondan razı olsun, olduğunu gördü. O dedi, mən daşın deyil, Peyğəmbərin, Allahın ona salavatı və salamı olsun, yanına gəlmişəm. Mən Allahın Rasulunun belə dediyini eşitmişəm. Dinə layiq olan hakim olarsa ağlamayın, ona layiq olmayan hakim olarsa ağlayın. Hörmətli izləyici, bu Zülfüqarın danışdığı eyni rəvayət ilə tərcümə etdiyimiz həmin rəvayətin mətninə diqqət etsəniz, onun rəvayətə bir neçə əlavələr etdiyinin şahidi olarsınız. Lakin uzunçuluq olmasın deyə biz Zülfüqar və onun kimilərin aşiq olduğu və İslama zidd olan yalnız bir mühüm mövzuya toxunacağıq. Belə ki, Zülfüqar böhtan ataraq deyir. Səhabə mən bu qəbirdə yatandan kömək istəyirəm, dedi. Mən bu qəbirdə yatandan kömək istəyirəm. Məlumdur ki, rəvayətin heç bir mətnində bu böhtan yazılmamışdı. Sadəcə olaraq Zülfüqar və onun timsalında olanların qəlbinə haqq olmayan bir çox yalanlar və böhtanlar yazılmışdı. Qeyd edək ki, hədislərin səhih və zəifliyində səhlənkar olmayan bir çox alimlər bu rəvayətin sənədinin və mətninin zəif olduğunu demişdilər. Həmçinin məlumat üçün bildirək ki, Əbu Əyyub Əl-Ənsari, Allah ondan razı olsun, Mərvan ibn Əl-Həkəm xəlifə olmadan 12 il öncə dünyasını dəyişmişdi. Zülfüqara və Allahdan qeyrilərinə dua edənlərə uca Allahdan qeyrisinə dua etməyin icazəli olmadığını deyən yalnız bir Quran ayəsini və öz kitabından da bir neçə hədisi hədiyyə edirik. Uca Allah Quran-ı Kərimdə Məhəmməd Peyğəmbərə, Allahın ona salavat və salamı olsun, xitabən buyurur. De, mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm. Əl-Cin surəsi 21-ci ayə. Həmçinin uca Allahı haqqı ilə tanımış İmam Zeynalabidin, Allah ona rəhmət etsin, Şiyənin öz kitabındakı çox məşhur duasında deyir. Həmd olsun Allaha, hansı ki ondan başqasına dua etmirəm. Əgər ondan başqasına dua edərəmsə, mənim duamı qəbul etməz. Əs-Sahifə Əs-Saccadiyyə, səhifə 214. Mədinənin böyük alimi İmam Cəfər Əs-Sadiq, Allah ona rəhmət etsin, demişdi. Qul Allahdan qeyrisinə namaz qılmadıqca, Allahdan qeyrisinə qurban kəsmədikcə və Allahdan qeyrisinə dua etmədikcə müşrik olmaz. Vasailə Şiyə 28-ci cild 341-ci səhifə. Xatırladaq ki, əgər İmam Hüseyin kiməsə xeyir yaxud zərər verə bilərdisə, elə özünə kömək edər, zalimlar və xainlər tərəfindən qətl edilməzdi. Şəhid olaraq sevdiyi uca Rəbbinə qovuşan İmam Hüseynə
Allahın salavatı və salamı olsun. Son olaraq isə biz Zülfüqardan onun səhabəyə atdığı böhtanın ya sübutunu gətirməsini, ya da ki, yalanını boynuna almasını tələb edirik. Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın. Əgər siz yalan danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir cəmaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu təqvaya daha yaxındır. Allahdan qorxun. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki,